Bu il iki bayram bir araya düşdü. Novruz və müqəddəs Ramazan bayramını birlikdə qeyd etdik. Açığı desəm, biraz qəribə hiss idi. Çünki insan bayram deyəndə həmişə öz evini, doğmalarını xatırlayır. Tonqal başında toplanmağı, o tanış abu-havanı. Amma bu bayram bizim üçün çox isti keçdi. Qürbətdə insan bir şeyi daha yaxşı anlayır. Yadlarla doğma olursan. Bu il ailəvi dostlarımızla bir arada idik. Eyni süfrə arxasında oturanda elə bil hamı bir ailəyə çevrilir. Ən çox istədiyim isə budur. Bu adət-ənənələrimizi uşaqlarımıza ötürək. Onlar da bilsinlər, biz hardan gəlmişik, bayram nə deməkdir, birlik nə deməkdir. Bayramlarınız mübarək olsun, əzizlərim.